Benim arabam. Bu elanı verin Nömrə 1 Psixologiya Mərkəzində hal-hazırda ödənişsiz, ödənişsiz aksiyalar var. Nitq problemi, depressiya, kəkələmə, sosial fobiya, yemə pozuntusu, həyəcan, təşviş pozuntusu, panik atak. Yəni uşaqlarınızda problemlər varsa Nömrə 1 Psixologiya Mərkəzinin Xalqlar Dostluğu bölümünə müraciət edin. Konsultasiyalar ödənişsizdir. 055 562 0147. Bir daha deyirəm. 055 562 0147 Xalqlar Dostluğu Nömrə 1 Psixologiya Mərkəzi Xalqlar Dostluğu bölümünün əlamətləməsidir. Cənablarının bu aksiyalardır. Onu bilək. Sən də məsələ həll olmalı. Geçen bir sen gelirsen çıkardan mı bir şey? Onlardan biraz ayrı bir taraftan sen normal kardeşlerin işe götürende tanıyorum ve mağdur temeliyi gördüm. O işler nasıl boş verip ki başkalarının da iş yeri var. İş yeri canlı da bahçeli yürüyüşte değeri var. Gel burada gel bir onun bildiğini. Ben boş boşuna demirəm, xoşqadam qalmış. Şuradan insan var, seni saxlaması gəlsin. Ben açıq-aşkar danışmaq istəyirəm. Ben elə bu vəziyyətdə danışmaq istəyirəm. Onlara sənə mən aləmdə vücud Sonuncudur. Xahiş olunur vagonları terk edin ve yakı serpişinler. Vagonlardan düşerken eşyalarınızı götürmeyi unutmayın. This is Shah Ismail Station. Please use the train. Dear passengers, please do not forget to take all of your belongings with you when you leave. sen esas Hüseyin'e güvenmelisən ki, sen ayrı Hüseyin'e inanın güvənim, amma onun ətrafında heç birində olduğunu güvənim. bir iş değil hacım. Sen hara geçsen, her yeri bir kadar kıskanasın sen. Bir güzel yerdik yolla. Seni tutuşa Verirsen məhkəməyə, bunun cavabını verə bilməzsən. Zamata burada şart verdə atma. Mən deyirəm sən, o qanunu dəfələrlə müalicə edəsən. Biz bu qanunu bu sözünü məhkəmə edirik. Nəyə görə? Orada heç bir şey yoxkən, hər kəsə baxır. Bəli, sən nəyə görə bu kampanyanı aparırsan? Çünki Məhkəmədən o məhkəmədən söhbətdir yəni. Ama bu adamın Yüz dəfə haqqınıza gedir. Hamısı məhkəməyə verməyə cəsarətini
Kızım buradaydı. Kılık oldu. Bilen yok. Benim de neler çektiğim Allah. Çok eziyet Aşağı çekilen. bak. Sen Çok biraz acele gözünü koy o kızın yanına. Yerine koy. Ama Da yerine bir an. koyma yanlış. Ben öyle hareket etmemişim. Ay kız o kız ne hareket ediyor? Ha? Ay yok. Yani bu kız sonra geliyor. Oyun oynayırıq. Adı Cəfər Cabbalı şəxs mənfəti. Bir dənə dostumu seçsin. Adı bilsə nədir? Allah çıxdı ki o. Gəlirsən ama. Nədir? Ha gəlirsən. Qapını açmışam. Özü qatır qabağa gedir. Elmas var. Bilsə nə var? Pul. Hər şey ala bilərsən. Gəl gedək. Hemen kamazında şey var, dondu. Baxın, mən qəşəngdir. Ya kamazın qəşəng. Gəl, tez gedək. Gəl. Mən gözləyirəm. Gəl, aman gəlirsən. Buyurun, buna da şirə. Bu nə şirəsidir? Bu nə şirə dayır ama. Gəlirsən, gəlmirsən. Gəlmirsən də, gəlmirsən. Sən gözləmə adamlar mıydı? Səni gözləyir. Tez gəl. Sən o yeməkdən versən, acını eləmə. Başqa şey pişirən deyilsən. Ramal, gəlməyin də. Ramal gözlə, yaşmam gedirəm. Sümeydə ətdən mən pişirə bilərəm ki. Qəşəngdir. Ay, Yaxşı verir də, yaxşı verir. buradan qəşəngdir. Onun Rahatsızlandı mən 9 dərəcə çıxdım. kartofu şey əssin belə, pirinç. Mən səni yedirirəm. Mən özüm deyirəm ətər. Hələ zat deyirəm. Yiyib, ilk qudurdu nə? Ay malınız. Dondurulur. Rama. Ha gözü. Əzələn bir şey yeyərsən. Ha? Əzələn yeyərsən. Axşam tez yatacaq, səhər tezdən durmusan sən də. Yer içdimi? Əzmə dedim. Ay mən bir başqa zat deyiləm. Onu əzmə. Baba da əzmişdi, bəbəşqadır. Əzmə, nə olur, əzmə, nə olur. Baba nətər çay içir? Əzmə. Baba nətər çay içir? Əzmə. Ay mənim əzmə. Burada piy var, bunu da yeyirsən. Hə. Sağ təmizlə. Bozulmuşdu. Mən baxsam. Mənim çox gəlmir. Sən. Ha. Girdi mənə ki bunu oynayaq. Təzə metro çıxdı. Yoxsa qata gedir. Amma kaka. Adam diqqət edən əlim yağdı şu an yemək şeydir. İnşaat sırasında. Qulağı iyi. Amma gəl. Gəlsən. Hara gəldi qarnına? Qırdı.
Aa, təzə qatar gəldi Ramal. De. Baxın. Təzə qatar gəldi. Baxın. Baxın. De. O açanda Təzə biraz bayaq boş gördüyü bağlayıram odur ki, səndə. açmaq Odur. olsun. Bax, Sıxılır. oynaya gəl, gəl. Baxsın. Gəl gözləyirəm səni. Getdi qaqa. Tez gəl Ramal, səni gözləyirəm. Aslında ayağım üstüne yataş etsin. Akşin. Götürmürəm. Gör ne deyir? Nə olur? Yaxşım, sən tərsən? Yaxşı. Hə? Yaxşı. Eşidir. Hə? Ne diyorsan desem derim. Ya mən nə bilim, anamdan soruş. Ha. Sen görmüşsün. Buralara gelmeyi Sen akşin görmüşsün. Nə olur? hayır adama. Yardım açmıyorsun ne işine? Dedim sen yarım danışa. Nə məsələdir? Ne mesela dedim. Dedim yardım açmıyorsun. Kakanar da Katil o şeyleri de sonunu koydu. Hə. Hasan yanında. Nə? Hasan yanında Hasan. İşdədir, rayonda. Ha bak ya. Buraya gelirsen haber elə. Yaxşı. Hə? Bura gelsen bana deme. Yox. Ha yaxşı. Oldu sağ ol. Görüşürüz. İnşallah. İnşallah sağ ol. 6-cı gün gələrsən, elə məndən əmci gələrsən 6-cı gün. Ne diyeyim? 6-cı gün gələrsən əmcilə, elə mən də gələcəm. Ha yaxşı yaxşı. Görüşürüz yanında. Ha. Sağ ol sağ ol. Ben diyeceğim tramvaya. Benim. Burada değilim. Burada değilim. Açar buradadır mən. Burada değilim. Baba onda. Ha. Bunda. Ama gel. Gel de. Tabii de gel. Sən qaqam, ay sən ayırma. De. Basım sən gözləyirəm. Ama gel kaka böyle de. Tez mi? Yok, bende var. Töküldü tez elə. Gözləyirəm oğlum, sənə yemək yedir, sən gözləyirəm.
Hayır beni. Yedin şey. Tam yedin kurtardın. Qabda yoktu ya. Görsəm bax. Birleşmelerden alınmış məktəbdə istifadə edən qablar, qazanlar ki, var, bunların təmini bozulduğu zaman bunların içində olan bir və aktiv birləşmələr var. Bunlar zəhərli birləşmələrdir. Bunlar təmas yolundan, qida qarışmaqla, su vasitəsilə insan orqanizminə Abim. ciddi dəyişikliklər xəstəliklər. Gaplar Bangladesh. Növbəti stansiya Sahil. The doors are closing. The next station is Sahil. Funksiyonel vəziyyəti dəyişməklə əmvazda ciddi fəsadlar törədə bilirlər. Xüsusən də hamilə qadınlar və ilk haftalara gəzilən və uşaqlar onların əmvazlıqları qabiliyyətlərində büyük zərər qalır. Teknik havalar bu arada Azerbaycan'da 8 yıldan çoktur ki böyle fikirler var. Lakin bu tamam satılır. Biz Osmanlı'nın jurnalları Azerbaycan intihbalarına getirirler ve ihtiyaclarla bunu alırlar. Çünkü onların tələbatını vurulur. Mütəxəssislər vətəndaşlara gözlənilən təhlükələrdən uzaq durmalı, təmiz və etibarlı məhsullara üstünlük verməli tövsiyə edirlər. Qızıl bazarında ümumi vəziyyət necədir? Satıcılar qızılın qiymətinin artması ilə razılaşsalar da onlar bunun alıcılıq qabiliyyətinə nisbətən təsir etdiyini bildirirlər, lakin qızıl alanlar isə qiymətlərin qalxmasından gileylənirlər. Qızılın çok azalıyor. Çünkü insanlar geçmişe düşünürse Sahil stansiyası. Sahil Station. Bəli. Fikirləşirlər ki, daha çox qalxar və onlardan daha çox qızıl. Qapılar bağlanmış. Növbəti stansiya 28 may. The doors are closing. The next station is 28 May. Qızıllara üstünlük verirlər. En çok hal-hazırda Türk qızılına üstünlük verenler çoktur. Çünkü İtalyan qızılları ve Eren qızılları daha çok artırlar. İnsanlar da bu cür düşüncesine bakarak Türk qızılına daha çok üstünlük verirler. 3 saçlı 5 aylık qızılın qiyməti 170 saçlı aralığında değişiyor. 750 aylık qızıl ise 200 aralığında. Eren qızıl ise daha yükseldi. Ama buna bakmayın müşteriler çoktu bazarda, talabat qızılı çoktu. Nasional qızıllara üstünlük verir vətəndaşlar, müştərilər. Aslında müşteri bütçesine göre karar verir. Qiymət indi siz ki, qızıl qabiliyyəti normaldır. Bəs qiymətin aşağı bir qədər aşağı olduğu vaxtda 25. yıl Ağustos 9'unda Bakı Ağdan Bakı marşrutu ise sərnişin daşımalarına başlanır. Hazırda sərnişinlər marşrutunda Bakı biləcəyi Şuşa, Bakı, Yevlax, Bəndər, Köçərli, Təzəkər, Qıdar, Azərbaycanın tanınmış karatesi beş qat dünyada bir qat Avropa çempionu Rafael Ağayev və Dövlət Gümrük Komitəsinin yeni vəzifə və rütbə verilib. 37 yaşlı idmançı Azər Terminal Kompleks Birliyi gümrük fəaliyyətinin həyata keçirilməsinə yardım xidmətində inspektor vəzifəsindən azad edilib. Ağayev baş gümrük mühafizə xidmətində döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsinə verilib. 28 May stansiyası. Cəfər Cabbarlı stansiyasına və Dərlə Gülhəddinə keçid. 28 May station. Change for Cəfər Cabbarlı station and Dərnqul line. Sürəçlərdən istifadə etmək 2026 yılı Azərbaycan şəhər sahil evlərinin birliyi elan edilib. Vətəndaşlara ən çox maraqlanan məsələ isə bu evlərdən ibarət. Sürətsiz evlərin akıbəti
Aynen sıfır. Gençlik stansiyası. Gençlik Station. Arasıdır. Gençlik stansiyası. Gençlik Station. Neriman stansiyası. İşte bu. Nariman Station. Baklar. Stansiya, gençlik. O da zafiyizm. Extension, gençlik. Yeni sarşı olan, sənədli olan belə deyək, fərdi yaşayış evləri, yəni həm torpaq sahələri çıxıb. Bu təbii ki, qiymətlərə müəyyən qədər təsir göstərəcək. Xüsusilə də rəqabət baxımından qiymətlərin aşağı düşməsinə də şərait yarada bilər. Çünki mənim olduğu kimi sənədsiz olan evlər bir çox hallarda dəyərindən çox ucuz qiymətə təklif olunurdu bazara. Artıq sənədli olanda isə bu qiymətlərdə bəli, artma doğru olacaq. 500 mindən çox evin sənədləşdirilməsi eyni zamanda dövlət üçün də vergi bazasının genişlənməsi deməkdir. Lakin prosesin uğuru üçün vahid yanaşma, bir çox meyarlar və vətəndaşların əvvəlcədən düzgün məlumatlandırılması vacibdir. Əks halda gözləntilərlə real nəticələr arasında fərq yarana bilər. Bu məcəllərdə çıxarış olmayan çox qiymətlərlə Sonra bir videolar kadar abone olmayı unutmayın. Sağ olun.